Salam əziz izləyicilər, bugün sizlərlə blok imtahanlarının 2-ci cəhdinin tarix suallarını təhlil edəcəyik. 61-ci suala baxırıq. Mehranilər sülaləsinin Albaniyada hakimiyyətdə olduğu dövrə aiddir. İndi Mehranilərin Albaniyada hakimiyyətdə olduğu dövr 629-cu ildən başlayır, 705-ci ildə başa çatır. Ərəblərə qarşı Azərbaycanın cənubunda üsyanın baş verməsi 644-cü ildə baş vermiş və 645-ci ildə Xəlifə Osmanın hakimiyyəti dövründə həmin üsyan yatırılmışdı. Bu səbəbdən cavabımız A variantıdır. Uyğunluq gözlənilmişdir. Kordova dövləti ilə mübarizə aparmışdır. Frank hökmdarı Böyük Karl. Bu düzdür. Çünki ona görə düzdür ki, 768-ci ildə Böyük Karl hakimiyyətə gəlir. 756-cı ildə də Əndəlüsdə Kordova xilaməti yaranır və Frank hökmdarı Böyük Karl da ərəblərlə mübarizə nəticəsində Preney yarımadasının bir hissəsini işğal edir. Bu səbəbdən cavab A variantıdır. Kartli Kaxetiya hökmdarı 2-ci İraqi və Qarabağ xanı İbrahim Xəlil xanın Gəncə xanlığına hücumu nəticəsində indi bu yürüş 1780-ci ildə baş vermişdir. Biz də həmin 1780-ci ilə aid olan hadisəni tapacağıq. Şahverdi xan Ziyadoğlu hakimiyyətə gətirildi. 1747-ci ildə Şahverdi xan Ziyadoğlu hakimiyyətə gəlmişdir, lakin hakimiyyətə gətirilməmişdir. Yəni müstəqil şəkildə Gəncə xanlığını qurmuşdur. A variantı getdi. B variantına baxırıq. Gəncə xanlığı tamamilə Qarabağ xanlığına birləşdirildi. Xeyr, çünki iki hakimiyyətlik yaradılmışdı. Yəni Gəncənin bir hissəsinə Gürcülər, digər hissəsinə Qarabağlılar nəzarət edirdi. B variantı getdi. Gəncə xanlığında iki hakimiyyətlik yarandı. Bu düzdür. 3 illik iki hakimiyyətlik yarandı və bu da Şamax xanlığı ilə Gəncə xanlığı arasında oxşar cəhət sayılır. Gəncə xanlığı Qazax və Borçalıya olan iddialarla əl çəkdi. Belə bir şey tarixdə olmamışdır. Əksinə Gəncə xanlığı Qazax və Borçalıya demək olar heç bir iddia eləməmişdir. Əksinə Gəncə xanlığı iddia eləmişdir Şəmşəddilə, o da ki Çar Rusiyasına qarşı olmuşdur. D variantı getdi. E variantına baxırıq. Gəncə xanlığı bütünlüklə Gürcüstana birləşdirildi. Biz də dedik ki, iki hakimiyyətlik yarandı. Gəncə bölüşdürüldü Qarabağ xanlığı ilə Şərqi Gürcüstan, yəni Kartli Kaxetiya çarığı arasında qalır C variantı. Dövlətlərin ümumi cəhətlərinin doğru verildiyi sıraları müəyyən edin. Albaniya dövləti, Avropa Hun dövləti, Birinci Göytürk dövləti, Uyğur dövləti, Ərəb dövləti. Birinci Göytürk və Uyğurlara aid ümumi cəhət Çin üzərinə uğurlu hərbi yürüş təşkil etmələri. Bu düzdür. Bir düzdürsə, bir olmayanlar çıxacaq. D və E variantlar getdi. Albaniya, Avropa Hun və Göytürk Bizans dövləti ilə diplomatik münasibətlər qurmaları. Bəli, Bizans dövləti ilə diplomatik münasibətlər qurublar. Albaniya hökmdarı Cavanşir, Avropa Hun imperatoru Attila və Göytürk xaqanı İstəmi xaqan. Yəni, daha doğrusu dövlətin mütləq hökmdarı deyildi İstəmi xaqan. Sadəcə olaraq dövlətin qərb qanadının xaqanı idi. Yəni, dövlətin inzibati cəhətdən şərq və qərb qanadlarına bölünmüşdü. Yəni, hökmdarı olmasa belə bu yenə də Göytürklərlə Şərqi Romanın diplomatik münasibətinə dəlildir. Kin götürürük. Kin götürürüksə iki olmayanları çıxırıq.
Bu səbəbdən B və C variantları çıxılır, qalır A variantı. 65-ci suala baxırıq. Euler-Venn diaqramında hansı hökmdarın müqayisəsi verilmişdir? 10-cu əsrdə hakimiyyətdə olmuşdur. Xəzər dənizində ticarət gəmilərinə malik olmuşdur. Qanunnamə hazırlamışdır. Rey şəhərini dövlətinə birləşdirmişdir. Gürcülərlə mübarizə aparmışdır. İndi 10-cu əsrdə hakimiyyətdə olub, Gürcülərlə mübarizə aparıb. Bu ümumi cəhətdir. İndi biz fərqli cəhətlərə baxacağıq ki, kimlərə aid olduğunu bilək. 1. Rey şəhərini dövlətinə birləşdirib. Rey şəhərini Samanilərdən alıb dövlətinə birləşdirən Yusif ibn Əbusac olmuşdur. İndi birinciyə 1 seçirik. Birinciyə 1 seçiriksə A variantı, D variantı, E variantı gedir. Ya qalır B variantı, ya da qalır C variantı. C niyə deyil? C ona görə deyil ki, Heysam ibn Xalid Xəzər dənizində ticarət gəmilərinə malik olmayıb. Qanunnamə də hazırlamayıb. Əksinə, Heysam ibn Xalid Şirvanşahlar dövlətini qurmuşdur. Paytaxtı Şirvan şəhəri seçmişdir. Orada deyilən xüsusiyyətləri isə Mərzban ibn Məhəmmədə aiddir. Bu səbəbdən C variantını çıxırıq. Qalır B variantı. Sxemdə Yunan Əhəməni müharibələrinə aid ad buraxılmış döyüşü müəyyən edin. Marafon, Fermopil, Boşluq və Platiya. İndi biz burada Yunan-İran müharibələrinə aid bir döyüş seçəcəyik və o həmin müharibəyə aid olsun. Salamin döyüşünü seçirik. Çünki Salamin döyüşü dəniz döyüşüdür. Eramızdan əvvəl 480-ci ildə olub. Afina dəniz ittifaqı ilə Əhəmənilər arasında olub və sürətli, bir də yüngül gəmiləri sayəsində Yunanlar Əhəmənilərə qalib gəlmişdirlər. Cavab A variantıdır. Qanıq ona görə deyil ki, Roma ilə Albaniya arasında olub. Katalan da Qərbi Roma ilə Avropa Hunları arasında olub. Qavqamı ilə Makedoniya imperiyası ilə Əhəmənilər arasında olub və Makedoniya imperiyası da Yunan deyil. Xeroniya döyüşü isə Yunanlarla Makedoniyalılar arasında olubdu. Uyğunluğu müəyyən edin. Azərbaycan Sasani imperiyasının tərkibində, Ərəb xilafətinin tərkibində. Demək, Sasanilərin dövrünə aid terminlər seçəcəyik birincidə. İkincidə də Ərəblər dövrünə aid termin seçəcəyik. Xostak. Xostak Sasanilər dövründə irsi torpaq mülkiyyəti olmuşdur. Uc Səlcuq dövrünə düşür. Qazi isə müsəlmanlar dövrünə düşür, yəni İslamdan sonra. Bu səbəbdən A variantını götürürük. Əgər biz A variantını götürürüksə, A olmayanlar çıxırıq. A variantı, D variantı, E variantı gedir. B-ni çıxmışdıq axı. B-ni çıxdığımız üçün birbaşa C variantını da çıxırıq. Qalır B variantı. Niyə B variantıdır? Ona görə B variantıdır ki, satrap Əhəməni Sasani dövrünə düşür də. Yəni Əhəmənilər dövründə vilayətləri idarə edən canişinlərə satrap deyilirdi. Bu səbəbdən ərəblərə aid olmayan xüsusiyyət sadəcə satrapdır, lakin cizyədir, amildir. Bunlar ərəb xilafəti dövründə mövcud olan terminlərdir.
Şimali Azərbaycanın 20-ci əsrin əvvəlləri tarixinə aid doğru hadisə nəticə əlaqələrini müəyyən edin. Dünya iqtisadi böhranının baş verməsi neft sənayesində təmərküzləşmə sürətləndi. Neft sənayesində ilk inhisarın yaranması, neftli torpaqların hərrac yolu ilə satışı başlandı. 1903-cü il əsasnaməsinin qəbulu dövlət kəndliləri arasında təbəqələşmə gücləndi. 1912-1913-cü illər aqrar qanunlarının qəbul edilməsi dövlət kəndliləri feodal asılılığından azad edildi. Dünya iqtisadi böhranının baş verməsi neft sənayesində təmərküzləşmə sürətləndi. Xeyr, belə bir şey yoxdur. Böhran nəticəsində neft sənayesində qiymətlər 8 dəfə artır. Bu da Azərbaycanı ikinci yerə sıxışdırır. Yəni ABŞ birinci yerə çıxır nəticədə. Biri çıxırıqsa D və E variantlar gedir. Neft sənayesində ilk inhisarın yaranması, neftli torpaqların hərrac yolu ilə satışına başlandı. Bu düzdür, çünki iltisam ləğv edildi. Neft sənayesində ilk inhisarlaşma yarandı və hərrac yolu ilə satışa çıxarıldı. 1903 əsasnamələrinin qəbulu dövlət kəndliləri arasında təbəqələşmə sürətləndi. Xeyr, çünki 1903-cü il əsasnaməsi dövlət kəndlilərinə aid deyildir. Belə deyək ki, yəni 1903-cü il əsasnaməsi daha çox sahibkar kəndlilərinə aid idi. Yəni dövlət kəndlilərinə aid olsa belə, dövlət kəndliləri üzərində ciddi bir təsiri yox idi. Bu səbəbdən 3-ü çıxırıq. 1912-13-cü illər aqrar qanunlarının qəbulu dövlət kəndliləri feodal asılılığından azad edildi. Bu da düzdür. Çünki 1870-ci il əsasnaməsinə görə müvəqqəti mükəlləfiyyətli vəziyyətdə idilər. Çünki torpağı pulla satırdılar axı. Pul olmayanlarda müvəqqəti mükəlləfiyyətli olurdu. Pul olanda qolçamaq olurdu. Nəticədə 1 ilə 3 çıxdığımız üçün 3 olanlar da çıxırıq. B və C variantlar gedir, qalır A variantı. Baxırıq 69-cu suala. Fransada 3-cü Respublikanın mövcud olduğu illərdə Almaniyada. İndi 3-cü Respublika mövcud olmuşdur 1870 və 1940. İndi bu 70 il ərzində Almaniyada nələr olmuşdur ona baxacağıq. Şimali Alman İttifaqı təşkil edildi 1866. Bunu çıxırıq. Bunu çıxırıqsa Sadova döyüşündə çıxırıq. Niyə? Çünki ikisi də eyni ildə olmuşdur. 1866. Monarxiya devrildi 1918. Müqəddəs Roma imperiyasına rəsmən son qoyuldu 1806. Konrad Adenauer ilk dəfə kansler seçildi 1949. İndi belə təhlil eləyəndə Müqəddəs Roma imperiyasının süqutu buna 3-cü Respublikanın vaxtına düşmür. 1-ci imperiyanın vaxtına düşür. Konrad Adenauerin kansler seçilməyi özdə ilk dəfə. Bu da Fransanın 4-cü Respublikasının vaxtına düşür 1946-1958. Bu səbəbdən qalır B variantı. Yeni sülalə və dövlətin əsasını qoydu. 1160-cı ildən etibarən Böyük Atabəy adlandırılırdı. 1186-cı ildə hakimiyyətə gəldi. Həmədan döyüşündə qələbə qazandı. Tabelikdən çıxan
vilayətləri mərkəzi hakimiyyətə tabe etdi. Birinci və ikinci abzasda haqqında bəhs edilən hökmdarların ümumi cəhətləri. İndi birinci şəxs Şəmsəddin Eldənizdir. İkinci şəxs isə Qızıl Arslandır. Hər ikisi Şirvanşahlara tabe edib. Sultan titul daşıması Qızıl Arslana aiddir. İkinci çıxırıq. Biri götürüb ikinci çıxırıqsa A variantı gedir, B variantı gedir, C variantı gedir, D variantı gedir, qalır E variantı. Niyə? Çünki Dəbil Əmirliyin dövlətə birləşdirib Fəzli-Bal Məhəmməd. Monqol hücumlarına məruz qalması heç birinə aid deyil. Əksinə Özbəyə aiddir bu. Yetmiş birə baxırıq. 19-cu əsrin birinci yarısında Azərbaycanda Rusiyanın müstəmləkə zülmünə qarşı baş vermiş üsyanlarda iştirak etməmişdir. Bəylər, qolçomaqlar, kəndlilər, ruhanilər, xanlar. Qolçomaqlar əlbəttə ki. Çünki qolçomaqlar 1870-ci ildən etibarən yarandı. Əvvəlki sualda demişdik axı, qolçomaqlar 1870-ci il əsasnaməsində pulla torpağını satın ala bilən kəndlilərə deyilirdi. Birinci yarısı 1850-ci ilə kimidir. 51-də 1900-ə kimi də ikinci yarısıdır. Birinci yarısında qolçomaq yox idi. Bu səbəbdən B variantıdır. 20-ci əsrin əvvəlləri Şimali və Cənubi Azərbaycan mədəniyyət tarixinə aid ümumi cəhət. İlk ibtidai kənd məktəbinin açılmağı. Bu heç birinə aid deyil. Lap olsa belə bu 19-cu əsrə düşə bilər uzağı. İlk Suri Cədid məktəbinin açılmağı 19-cu əsr. Milli teatrın yaranmağı Azərbaycanda 1875-ci ildə və yaxud 1873-cü ildə yarandığı üçün, yəni 10 mart tarixində. Bu səbəbdən Azərbaycanda 20-ci əsrin əvvəllərində teatr onsuz da var idi. Yəni 1873-cü il 10 mart tarixində Mirzə Fətəli Axundovun Sərgüzəştə Vəzirxani Lənkəran komediyası tamaşaya qoyulur. 10 il sonra 1883-cü ildə ilk teatr binası tikilir. Həmən vaxtda da Cənubi Azərbaycanda teatr yox idi. Bu ümumi cəhət sayıla bilməz. İlk Rus-Azərbaycan məktəbinin açılmağı. Bu da səhvdir. Çünki ilk Rus-Azərbaycan məktəbi sadəcə Şimali Azərbaycana aiddir. 1886. Azərbaycan türkcəsində qəzet və jurnalların çap edilməsi bu düzdür. İstəyir Xiyabaninin vaxtı, istəyir də müstəmləkə vaxtı və yaxud Cümhuriyyət vaxtı, milli hökumət vaxtı. Hamısında Azərbaycan türkcəsində qəzet və jurnallar çap edilirdi. Bu səbəbdən cavab E variantıdır. 14-cü əsrin birinci yarısına aid olanları müəyyən edin. Şirvanşahlar dövlətində Dərbəndlərin hakimiyyətə gəlməyi. Birinci yarısı soruşur. Dərbəndilər də hakimiyyətə gəlib 1382. Bir çıxırıq. Bir çıxırıqsa B və E variantlar gedir, həmçinin D variantı da. Osmanlı dövləti yarandı 1302.
Köhnə kitablarda 1299-dur. Avropada 100 illik müharibənin başa çatması. 100 illik müharibə başa çatmışdır 1453. Birinci yarısında müharibə başlamışdı 1337. Bu səbəbdən 3-ü çıxırıq. 3-ü çıxırıqsa A variantı gedir. Qalır C variantı. Fransada ilk dəfə baş ştatlar çağırıldı 1302. Crecy döyüşündə fransızlar ingilislərə məğlub oldu 1346-cı il. (1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk dövləti xəritədə müəyyən edin. Türkiyə. 4-cü Türkiyədir. 3-cü Polşadır. 2-ci Almaniyadır. 4-cü Fransadır. 1-ci Fransadır. 5-ci isə İtaliyadır. 4-cü Türkiyə ərazisində yerləşdiyi üçün cavab demək B variantı sayılır. Baxırıq 75-ci suala. Doğru hadisə nəticə əlaqələrini müəyyən edin. Makedoniyalı İskəndər Əhəmənilər dövlətinə hücum etdi. Misir Makedoniya dövlətinin nəzarətinə keçdi. Bu düzdür. Bir düzdürsə, bir olmayanlar çıxırıq. B, C variantlar getdi. Birinci Tutmos Aralıq dənizinin şərq sahillərinə hücum etdi. Hetlərlə sülh müqaviləsi bağladı. Birinci Tutmos deyir. Lakin Hetlərlə sülh müqaviləsini bağlayıb 2-ci Ramzes. 2 getdi. Eramızdan əvvəl 1-ci minilliyin əvvəllərində Misirdə hakimiyyət uğrunda mübarizə başladı. Mərkəzi hakimiyyət gücləndi. Çəkişmələr dövləti gücləndirməz. Əksinə, çəkişmələr dövləti zəiflədər. 3 getdi. Makedoniya imperiyası dağıldı. Azərbaycanda yeni quldar dövlətlər yarandı. Bu da düzdür. Çünki Azərbaycanda yeni dövlətlər yarananda Makedoniyanın imperiyası artıq dağılmışdı. Həm də ki, Makedoniyalı İskəndər öləndən sonra Azərbaycanda Atropatena dövləti yarandı, Qafqaz Albaniyası yarandı. Bu səbəbdən səbəb-nəticə əlaqələrinə uyğun gəlir. Cavabımız D variantıdır. (76) 1-ci Qarabağ müharibəsi ilə 2-ci Qarabağ müharibəsinin oxşar cəhətləri Azərbaycan Respublikası ərazi bütövlüyünü təmin etdi. 1-cidə təmin eləmədi. Torpaqlarının 1/5 hissəsini itirmişdi. Rusiyanın vasitəçiliyi ilə hərbi əməliyyatlar dayandırıldı. Bu düzdür. Çünki istər Bişkek protokolu, istər 10 noyabr bəyanatı, hamısı Rusiyanın vasitəçiliyi ilə olmuşdur. Yəni Rusiyanın xəbəri olmadan Qafqazda bir quş belə uça bilməz. Azərbaycanın yerli istehsalı olan pualardan istifadə edildi. Bu 2-ci Qarabağa aiddir. 1-ci Qarabağda pilotsuz uçuş aparatı işlədilməmişdir ümumiyyətlə. Füzuli və Cəbrayıl rayonları ərazisində hərbi əməliyyatlar aparıldı. Bu da düzdür. Çünki 1993-cü il avqust ayının 23-də Füzuli və Cəbrayıl rayonları işğal edildi. 1994-cü il Horadiz əməliyyatı nəticəsində Füzuli rayonunun 22 kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdir. 2-ci Qarabağ müharibəsində isə Füzuli və Cəbrayıl rayonları 4 noyabr və 4 oktyabr, daha bir də 17 oktyabr 2020-ci illərdə işğaldan azad edilmişdir. Cavab 2, 4, E variantı.
Eramızdan əvvəl 1-ci əsrdə Romaya qarşı Parfiya ilə müttəfiq olan dövlətin paytaxtını müəyyən edin. Eramızdan əvvəl 1-ci əsrdə Romaya qarşı Parfiya ilə müttəfiq olan dövlət Atropatena dövləti ilə. Albaniya dövləti Parfiya dövləti ilə ittifaq qurmamışdır Romalılar əleyhinə. O dövlət Atropatena olmuşdur. Çünki ikisi də Romanı Yunan Makedoniya istilaçılarının varisi kimi görürdü. Yəni qərbdən gələn bir dövlətin şərqdə möhkəmlənməyini istəmirdilər. Və bununla da eramızdan əvvəl 36-cı ildə Fraspa döyüşü nəticəsində Parfiya, Atropatena hərbi qüvvələri Roma ordusunu əzib keçdi. Bu da Antoninin məğlubiyyətinə gətirib çıxardı. Antoni də qorxaqlıq etdikləri üçün hər 10 əsgərdən birini edam etmişdir. Yəni cəmi ordusunun 10%-ni edam edərək cəzalandırmışdır. Atropatena dövlətində paytaxtı olub Qazaka şəhəri. 5-ci Ərdəbildə olduğu üçün 5 çıxırıq. 4-cü Füzuli və Beyləqan rayonlarının ərazisində yerləşir. Bir növ Paytakara qədim adı ilə desək. 3-cü Gəncədir, Qanzaq. 1-ci də Bakıdır. Cavab C variantı. 78. Qazan və Əştərxan xanlıqlarının tarixlərinə aid oxşarlıq. 15-ci əsrdə Rusiyanın asılılığından azad oldular. Belə bir şey yoxdur. Çünki 15-ci əsrdə bunlar müstəqil idi. Ulu Məhəmmədin vaxtında Suzdal döyüşü baş vermiş və ruslar ağır məğlubiyyətə uğradılmışdır. Bu da onların 15-ci əsrdə müstəqil olduqlarını bildirir. Teymurilər dövlətindən asılı hala düşdülər, xeyr. Teymurilər dövlətindən asılı olan Qızıl Orda idi. Böyük Monqol dövlətinin qoşunlarının hücumuna məruz qaldılar. Böyük Monqol dövləti artıq dağılmışdı, süqut eləmişdi 14-cü əsrin əvvəllərində və 15-ci əsrin əvvəllərində artıq yox idi. 14-cü əsrdə Böyük Monqol dövləti olmadığı üçün Qazan və Əştərxan kimi 15-ci əsrdə qurulmuş dövlətlərin olmayan bir dövlətin hücumuna məruz qalmağı mümkünsüzdür. Qızıl Orda dövlətinin parçalanması nəticəsində yarandılar. Bu da düzdür. 13-cü əsrdə meydana gəldilər, xeyr. Cavabımız D variantıdır. İkinci Dünya müharibəsi illərində SSR 1941, 1945. Seyid Cəfər Pişəvərinin başçılıq etdiyi milli hökumətə yardım göstərdi. Bu müharibədən sonradır. İkinci Dünya müharibəsi də başa çatdı 2 sentyabrda. Yaponiyaya müharibə elan etdi. Bu düzdür. Avqust ayında Yaponiyaya müharibə elan etmişdir. Səhv etmirəmsə, avqustun 8-də Latviya, Litva və Estoniyanı işğal etdi. 30-cu illərdə. Bu da ki, 2-ci Dünya müharibəsinə düşmür. Və həmin təcavüzkar siyasəti nəticəsində 1939-cu ildə Millətlər Cəmiyyətindən qovulmuşdur. Millətlər Cəmiyyətinin üzvlüyündən çıxarıldı 1939 dekabr qış müharibəsinə görə. ABŞ ilə ilk dəfə diplomatik əlaqələr quruldu. Yəni demək, ABŞ ilə ilk dəfə diplomatik əlaqələr
İkinci Dünya müharibəsi illərində bəli qurulmuşdur. Çünki ABŞ 1933-cü ildə SSR-ni tanımağına baxmayaraq hələ də diplomatik əlaqələr qurmamışdı. ABŞ ilə SSR-nin diplomatik əlaqələri quruldu 2-ci Dünya müharibəsində. Çünki Amerika da müharibəyə daxil olmuşdu. SSR də, ikisi də müttəfiq idilər. Yəni müttəfiqlər tərəfində müharibədə idilər. Faşistlərə qarşı vuruşurdular. Bu səbəbdən mənfəətləri üst-üstə düşdüyü üçün ABŞ də SSR ilə məcburi diplomatik əlaqələr qurmağa başladı. Cavabımız 1, 2, 5 B variantı. Şah 1-ci İsmayılın hakimiyyəti dövrü üçün xarakterikdir. Səfəvi-Osmanlı müharibəsinin 1-ci mərhələsinin başa çatmağı. Şah İsmayıl 1524-cü ildə vəfat etmişdir. Lakin 1555-ci ildə isə Səfəvi-Osmanlı müharibəsinin 1-ci mərhələsi başa çatmışdır. A variantı gedir. Çıldır döyüşü 1578. Dövlətin paytaxtının İsfahana köçürülməsi 1598. Avropa dövlətləri ilə diplomatik əlaqələrin saxlanılması bu düzdür. Çünki Avropa dövlətləri ilə Osmanlıya qarşı hərbi siyasi ittifaqlar bağlamağa çalışırdı və bu səbəbdən Portuqalların Hörmüz limanını işğal etməyinə göz yummuşdu 1515-ci ildə. Şirvanşahlar dövlətinə son qoyulması 1538. D variantı gedir. Cavabımız D variantıdır. Soyuq müharibənin ilk illərində ABŞ, Türkiyə və Yunanıstana Sovet təsirini aradan qaldırmaq məqsədi ilə Truman doktrinasını qəbul etdi. Doğru hadisə nəticə əlaqəsini müəyyən edin. Qaraqoyunluların Sərdərud döyüşündə Teymurilərin məğlub etməsi. Teymurilərin Azərbaycan torpaqlarında hakimiyyətinə son qoyuldu. Bu düzdür, çünki 1408-ci ildə Sərdərud qələbəsi ilə artıq Teymurilər bir dəfəlik Azərbaycandan çıxarılmışdılar. A variantı düzdür. B variantı niyə deyil? Osmanlılar Konstantiniyəni tutdu, Ağqoyunlu dövləti Qaradənizə çıxışını itirdi. Xeyr, Konstantiniya deyil, Trabzondur. Şirvanşah 1-ci İbrahimin Qızıl Ordu xanı Toxtamışla ittifaq bağlamağı Şirvanşahlar daxili müstəqilliyini saxladı. Elə bir şey yoxdur, çünki Toxtamışdan söhbət gedir. Lakin Şirvanşahlar ittifaq bağlayıb Əmir Teymurla. Uzun Həsənin Venesiya ilə hərbi ittifaq bağlaması Otluq Beyl döyüşündə Bayandurlu qoşunu qalib gəldi. Xeyr, Venesiyalılar nəinki onlara kömək etmədilər. Hətta Osmanlı qoşunu Beyşəhər döyüşündə bu satqınçılıq nəticəsində Ağqoyunlulara qalib gəlməyə bacarıb və Otluq Beyl döyüşündə Ağqoyunlular qalib gəlmədilər, məğlub oldular. Cahanşah Heratı tutdu, Teymurilər dövləti süqut etdi. Elə bir şey yoxdur. Çünki Herat tutuldu Cahanşah tərəfindən 1458. Teymurilər süqut etdi 1507. Arada 49 il fərq var. Teymuriləri süquta uğradanlar Şeybanilər olmuşdur, yəni Özbəklər. Buna görə də cavab A variantıdır. Osmanlı İmperiyasında durğunluq və geriləmənin daxili səbəbləri. Biz daxili səbəblərə baxacağıq.
Yəni xarici siyasətə aid olanları götürməyəcəyik, düz olsa belə. Mərkəzi hakimiyyətin nüfuzdan düşməsi bu düzdür. Çünki hakim Sülaleyə artıq xalq tərəfindən sevilmirdi. Xalq artıq saymırdı hakim Sülaləni. Beynəlxalq ticarət yollarının dəyişməsi. Dedi axı, xarici səbəblər götürmürük. İkini çıxırıq. Çünki xarici səbəbdir. Hərbi len sisteminin tamamilə ləğv edilməsi. Bu səbəb deyil, bu nəticədir. Ordu quruculuğunda nöqsanların artması bu düzdür. Çünki 3-cü Muradın vaxtından başlayaraq Yeniçəri ocağı pozulmağa başlamışdı. Yəni orduda belə deyim ki, artıq layiqli şəxslər vəzifə tutmurdu. Kim padşahın hörmətini, sədaqətini qazanırdısa, ona vəzifə verilirdi. Yəni Türklər demişkən liyakat yox idi. (84-cü suala baxırıq. Azərbaycanda erkən Tunc dövrünə aid olan xarakterik xüsusiyyətləri müəyyən edin. Duzçuluq və toxuculuq kimi sənət sahələrinin yaranması. Duzçuluq, toxuculuq yaranmışdır Neolit dövründə. Dini ayinlərin icrası üçün ibadətgahlar tikilməsi bu düzdür. Qazaxda Baba Dərviş, Xaçmazda Sərkərtəpə, Naxçıvanda da Maxta yaşayış məskənlərindən ibadətxanalar aşkar edilmiş və orada məlum olmuşdur ki, cəmaət orada dini ayinləri həyata keçirirmişlər. Əhalinin dağ ətəyi və dağlıq zonada məskən salması bu düzdür. Çünki köçər maldarlığa bu zəmin yaratmışdır. Metaldan ilk alətlərin hazırlanması Eneolit. Dörd getdi. Şumlanma zamanı qoşqu heyvanlarından istifadə edilməsi. Bu da düzdür. Çünki qoşqu heyvanlarından istifadə edildiyi üçün əkinçilik bir qədər təkmilləşdi. Cavab 2, 3, 5. Heydər Əliyevin Azərbaycan SSR rəhbərliyi dövründə həyata keçirilmiş sosial-iqtisadi tədbirlərə aid deyil. Bakı metrosunun ilk 6 stansiyasının işə salınması 67. Noyabr. Bir getdi. Bakı məişət kondisionerləri zavodunun istifadəyə verilməsi 75. Kolxozçulara pasportun verilməyə başlanmağı. Bu deməli 1959-cu ilə aiddir. 1959-57. Belə. Ağdam-Xankəndi dəmir yolunun çəkilməyi 1979. Cavab 2, 4. Osmanlı dövlətinin ələ keçirdiyi ərazilərin xronoloji ardıcıllığını müəyyən edin. Biz xəritəyə baxacağıq və hansı ərazinin hansı ölkənin daha əvvəl işğal edildiyinin xronoloji ardıcıllıqla təsvir edəcəyik. Birinci Bolqarıstan, Yunanistan arasında ərazidir. Yəni Türkiyənin Avropada torpaqları. İkinci Misirdir. Üçüncü Liviyadır.
İndi Osmanlının Avropada fəthləri başladı 14-cü əsrin əvvəlləri. Çimпə qalasının tutulmağı ilə, yəni 1354 Gelbolu. 1 2 3 2 ona görə 3-dən qabaq oldu ki, Sultan Səlim 1517-ci ildə Misri tabe etdi. 3-cü Liviya ərazisidir. O da ki 1555-ci, 56-cı illərdə demək olar Osmanlı dövlətinin tərkibinə daxil edilmişdi. 87-ci suala baxırıq. Azərbaycan Xalq Cümhuriyyəti, Tiflis dövrü, Gəncə dövrü, Bakı dövrü. Türk dilinin dövlət dili elan edilməsi. İyun ayının 27-si olmuşdur bu. Demək 2A'dır. Azərbaycan parlamentinin yaradılması haqqında qanunun qəbul olunması Bakı dövrü. Çünki qanun verilmişdir 20 noyabrda. Bakı dövrü başladı 17 sentyabr. Osmanlı dövlətinin AXC-nin müstəqilliyini tanıması Tiflis dövrü. 4 iyun 1918-də tanıdı. Kəndlilərə pulsuz torpaq payının verilməsi. Elə bir şey olmamışdır AXC dövründə. Bu Sovet vaxtı olmuşdur. Konstitusiyanın qəbulu. Bu da Sovet vaxtında olmuşdur və müstəqillik vaxtında da konstitusiyalarımız qəbul edilmişdir. Yəni 1995-də bizim konstitusiyamız qəbul olunub, 2002, 2009, 2016-da da düzəlişlər həyata keçirilib. Lakin AXC-də heç vaxt konstitusiya qəbul edilməmişdir. Daha doğrusu Sovetlərin işğalı nəticəsində AXC konstitusiya qəbul etməyə vaxt tapmamışdır. Bu səbəbdən 1C, 2A, 3B. Baxırıq situasiyaya. Şkovşandakı qurultayda iştirakçılar arasından yeni şəxs seçmək təklifi verilir. Azərbaycanın qızılbaş əyanlarının bir qismi bu təklifin əleyhinə edilər. Öz etirazını açıq şəkildə yalnız Qarabağ Beylərbəyi Uğurlu xan Qacar bildirir. Bunun müqabilində o sonralar öz mülklərinin böyük bir qismini itirdi. Onun hakimiyyətində ancaq Gəncə saxlanılır və rütbəsi də Gəncər Beylərbəyi adlandırılır. Qacarların çox hissəsi isə Xorasana sürgün edilir. Qurultayda yeni şəxs seçildi və o dövləti möhkəmləndirmək üçün bir sıra sahələrdə islahatlar keçirdi. Bəhs olunan qurultayda hakimiyyətinə son qoyulan dövlətin sonuncu hökmdarını müəyyən edərək yazın. Demək, Şkovşan qurultay nəticəsində hakimiyyətə son qoyulan dövlət Səfəvi dövləti idi və Səfəvi dövlətinin son hökmdarı 3-cü Abbas olmuşdur. Mənbədə bəhs edilən qurultay iştirakçılarının bir qisminin yeni şəxs seçilməsinə qarşı çıxmalarının səbəbini müəyyən edərək yazın. Çünki yeni şahın seçilməsinə qarşı çıxmalarına səbəb Səfəvi nəslinin hələ də davam etməyi idi və 3-cü Abbas həmin vaxtı sağ idi. Üstəgəl yeni şah seçiləcək şəxs, yəni Nadir şah Səfəvi nəslindən olmadığı üçün, daha doğrusu Nadir xan Səfəvi nəslindən olmadığı üçün qurultayda iştirak edənlər deyirdi ki, Səfəvi nəslindən olmadığın üçün sənin hakimiyyətini biz qanuni hesab eləmirik. Haqqında bəhs edilən qurultayda seçilən yeni şahın cədvəldə verilmiş islahatlara müvafiq olaraq həyata keçirdiyi bir tədbir yazın. Vergi islahatı keçirdi. Vergi islahatı nəticəsində vergilər bir qədər aşağı salındı. Vergilərdə qayda qanun yaradıldı. İmperiya ərazisi 4 beylərbəyliyə bölündü və Azərbaycan həmin 4 beylərbəylikdən biri seçildi. Paytaxt Məşhədə köçürüldü. Ondan sonra
dini dövlət statusundan imtina edildi. Dünyəvi dövlət oldu Efşar imperiyası və ruhanilərin var dövlətləri dövlət xəzinəsi xeyrinə müsadirə edildi. Sünni-şiə davasının başa çatdırılması üçün şiələrin üç xəlifəni təhqir etməsi, lənət oxuması qadağan edildi və Cəfərliyin, Şiəliyin məzhəbinin 5-ci haqq məzhəbi elan olunması üçün 1-ci Mahmuda məktubla müraciət edildi. Belə. Nəticədə bütün sualları təhlil etdik, səhvləri, düzləri müəyyənləşdirdik. Bütün sualların izahı demək olar ki, açıq-aydın şəkildə verildi. Əgər bu videoların davam etməyini istəyirsinizsə, kanala abunə olmağı, videoları bəyənməyi unutmayın. Sağlıqla qalın.